Deməli, rezonans hadisəsindən danışırıq. Rezonans nədir? Rezonans məcburiyyətçi qüvvənin tezliyi, periodu və məxsusi tezliyi. Deməli, x tezlikdən, t-dən və məxsusi tezliyindən bərabər olduqda məcburi rəqslərin amplitudunun kəskin artması hadisəsinə deyilir. Baxın, bu nöqtədə gördüyünüz kimi kəskin artır. Bu nöqtəyə biz omega 0 və yaxud da nü 0 və yaxud da t0 deyirik. Məcburiyyətçi rəqslərin tezliyi məcbur edici qüvvənin tezliyinə bərabər olur. Məsəl üçün, omega bərabərdir omega 0 olur, nü bərabərdir nü 0 olur, t bərabərdir t0 olur. Onda buradan omega 0 bərabərdir. Biz omeganın üstünlüğünü bilirdik ki, k bölünsün m-dir. Digər tərəfdən isə bu yaylı rəqqas üçündür. Riyazi rəqqas üçün isə j bölünsün l. Bu düsturlardan istifadə edib məsələləri həll edirik. Bizə amplitudun omegadan və yaxud da nüdən asılılığını bu formada versə, bunlar hamısı eyni nöqtədən çıxır. Mən biraz pis çəkdim. 1, 2 və 3. Bunları müqayisə eləmək soruşsa, deyir ki, sürtünmə qüvvələrinin müqayisə elə. Burada görürsünüz ki, rezonans qrafikinə əsasən bizə verilib belə nöqtələr. 1 nöqtəsi, 2 nöqtəsi və 3 nöqtəsi. Sürtünmə qüvvəsi artdıqca rəqsin amplitudu kiçilir. Onda ən böyük hansında olacaq? Təbii ki, baxın bu 3 nöqtəsində. Onda deyirik ki, F3, bura bir sürtünmə yazıb, böyükdür F2-dən, o da böyükdür F1-dən olur. Bu olur rezonans hadisəsi. Rezonans hadisəsi bir sözlə nə oldu? Amplitudun kəskin artması hadisəsinə rezonans deyilir. Sürtünmə qüvvəsi az olarsa, rəqsin amplitudu daha da artıb, yəni kəskin qiymət alır. Sonra gəlirik dalğalara, mexaniki dalğalar. Dalğa nədir? Dalğa maddədə və yaxud da ki, fiziki sahədə baş verən rəqsin zaman keçdikcə yayılması prosesidir. Məsəl üçün, dənizdə ləpələrin əmələ gəlməsi, sonra bu yay, tar, bunlar gitara, bu tipli deməli simli alətlər zamanı bu simi tərpətdikcə səsin yayılması. Bunlar hamısı deməli nəyə aiddir? Dalğalara aiddir. Bəs mexaniki dalğa nədir? Mexaniki dalğa da odur ki, mexaniki rəqslərin zaman keçdikcə deməli nəyi oldu? Mühitdə yayılması oldu. Mexaniki dalğaların formaları var. Mexaniki dalğalar iki cür olur. Enlillə dalğalar və uzunluğa dalğalar. Enlinə, uzunluğa. Enli dalğalar odur ki, mühitin zərrəciklərin rəqsi hərəkət istiqamətində perpendikulyar yayılır. Bunlar deməli harda baş verir? Yalnız bərk cisimlərdə və mayelərdə. Məsəl üçün, buradan bir cisimdir, bağlanıb belə. Bax belə. Burada deyirik ki, buradan perpendikulyar istiqamətdə, buna deyirik zərrəciklərin rəqs istiqaməti. Bax, görürsünüz ki, dalğaya perpendikulyardır. Bu istiqaməti isə dalğanın yayılma istiqamətidir. Bu oldu enlillə dalğalar. Uzunluğa dalğalar isə nədir? Mühitin zərrəciklərinin rəqsi hərəkəti boyunca yayılandır. O biri dedik ki, mühitin zərrəciklərinə perpendikulyar yayılan, bu isə rəqsi hərəkət istiqamətində, yəni rəqsi hərəkət boyunca yayılan dalğalardır. Bəs bunlar hansı mühitdə baş verir? Bunlar bütün mühitlərdə. Bu oldu nə? Uzunluğuna, deməli, eninə. Şimdi aşağıdan uzunluğuna qeyd edək. Uzunluğa dalğalar. Məsəl üçün, uzunluğa dalğalar
bu istiqamətdə yayılır. Dedik ki, deməli dalğalar boyunca yayılır. Bu da bu aşağıda göstərdiyim dalğanın yayılma istiqamətidir. Hansı mühitlərdə baş verir? Bütün mühitlərdə. Bütün mühitlər dedikdə bunlara nə aiddir? Bərk cisimdir, mayedir, qazdır. Bunların hər birində. Uzunma dalğalar mühitdə bir-birini əvəz edərkən burada sıxlaşmalar və seyrəkləşmələr baş verir. Məsəl üçün, bunun ardını biraz belə daha aralı bir-birindən çəksək, bunlar olur seyrəkləşmə. Daha sıx-sıx çəksən, bu olur sıxlaşma. Ümumiyyətlə, dalğanın yayılması zamanı maddə daşınmır. Amma enerji daşınır. Bax, bunu da yadda saxlayın ki, dalğanın yayılması zamanı maddə daşınmır, enerji daşınır. Sonra biz deməli dalğadan danışarkən dalğa uzunluğunu deyək. Dalğa uzunluğu bir rəqs period müddətində yayılan məsafədir. Uzunluq olduğu üçün təbii ki, lambda hərfi ilə işarə olunur. Uzunluqsa təbii ki, vahidi metr olacaq, 1 metrdir. Bəs bunu biz necə müəyyən eləyirik? Məsəl üçün, deməli, bir enli dalğalar götürək. Burada dalğa uzunluğu, baxın, iki qonşu dalğa arasındakı, deməli, iki qonşu dalğa arasındakı məsafə kimi tutaq ki, buradan buracan olan məsafə. Və yaxud da buradan qeyd edirəmsə, onda buradan buracan olan məsafə. Bunlara biz deyirik nə? Lambda. Tutaq ki, buranı qeyd edirəmsə, bu istiqamətdə olur. Deməli, nə? Dalğa uzunluğu. Həmçinin bunu mən uzunma dalğada da göstərə bilərəm. Uzunma dalğada isə burada seyrəkləşmələr və sıxılmalar arasında olan məsafə. Məsəl üçün, baxın, burada seyrəkləşmədir, burada. Bax, bunların arasında olan məsafəni biz götürürük lambda kimi. Lambdanın düsturu nədir? Lambda bərabərdir, V vurulsun T'dir. Biz də bilirik ki, T bərabərdir 1 bölünsün N-dür. Onu da gətirib yerinə qoyanda olur V bölünsün N şəklində. Buradan dalğanın sürətini də çıxarda bilərik. V bərabərdir lambda bölünsün T və yaxud da ki, T-nin yerinə 1 bölünüyü qoyarıqsa, lambda vurulsun N kimi göstərilir. Dalğanın ümumiyyətlə yayılma sürəti yalnız yayıldığı mühitin xassəsindən və onun aqreqat halından asılıdır. Eyni bir cins mühitdə dalğanın yayılma sürəti dalğanın uzunluğundan və tezliyindən asılı deyil. Bax, asılı deyil, yadda saxlayın. Eyni bir cins mühit deyəndə. Bərk cisimlərdə dalğanın sürəti və dalğanın uzunluğu ən böyük olur, qazlarda isə ən kiçik olur. Onda gəlin bu dediklərimizi göstərək. Dedik ki, ən böyük bərkdə olur sürət, V bərk, sonra maye, ən kiçik isə V qazda. Bəs lambdada necə olacaq bu? Görürük ki, V ilə lambda necə asılıdır? Düz asılıdır. Onda eyni dediklərimizi lambda üçün də yaza bilərik. Lambda bərk böyükdür, lambda maye da böyükdür, deməli qazdan. Amma biz dedik ki, dalğanın yayılma sürəti eyni bir cins mühitdə dalğa uzunluğundan və tezliyindən asılı deyil. Onda bizə bunu soruşarsa, biz deyirik ki, buradan çəkim göstərim. Bir cins mühit üçün V nə lambdadan, nə də N-dən asılı deyil. Sabit kəmiyyətdir. Onda bir mühitdən digər mühitə keçdikdə görək nə dəyişir. Yadda saxlayaq. Bir mühitdən digər mühitə keçdikdə deməli, dalğanın sürəti və dalğa uzunluğu dəyişir. Dalğanın sürəti və dalğa uzunluğu dəyişir. Bir mühitdən digər mühitə keçdikdə isə dalğanın tezliyi və N və periodu dəyişmir. Bunlar da deməli yadda saxlayın. Onda dedik ki, bir mühitdən digərə keçəndə nə oldu? Dalğanın sürəti və uzunluğu
dəyişdi. Dalğanın tezliyi və periodu dəyişmədi. Mexaniki dalğa ilə bağlı əlavə qeydlər də deyim sizə. Deməli, dalğanın ixtiyari iki nöqtə arasındakı fazalar fərqi necə tapılır? Fazalar fərqi bilirik ki, delta F-dir. Onda bu da 2pi S bölünsün lambda düsturundan təyin olunur. Burada lambdanın yerinə gətirib düsturunu qoyaq. 2pi S qalsın yerində. Lambdanın yerinə qoyaq V vurulsun T. Və T-ni də biz 1 bölünü şəklində yaza bilərik. Onda düstur bu formada olacaq. 2pi S vurulsun N bölünsün V şəklində. Buradakı deyirsiniz bu S nədir? Bu S iki nöqtə arasındakı məsafədir. İki nöqtə arasındakı məsafə. İndi onu şəkil üzərində göstərəcəm sizə. Fi dedik nədir? Fazalar fərqidir. İki nöqtə arasındakı məsafə S bərabərdir K vurulsun lambda düsturu ilə təyin olunur. Onda deməli həmin nöqtələr eyni fazalı nöqtələr adlanır. Məsəl üçün S bərabərdir lambda 2 lambda 3 lambda və s. olarsa bunlar adlanır eyni fazalı. Eyni fazalı. Yəni ki bu nə deməkdir? İki qabarıq və iki çökük, yəni iki çuxur nöqtə arasındakı fazada rəqs edirlər. Bax, bu o deməkdir. Görürsünüz ki, tam misilləridir. Əgər iki nöqtə arasındakı məsafə, bax, bu birincidir. İkinci, iki nöqtə arasındakı məsafə S bərabərdir lambda bölünsün 2, 2K plus 1. Deməli, düsturu ödənilərsə, onda bunlar olur əks fazalı. Əks fazalıdırsa, onda S bərabərdir 0,5 lambda, 1,5 lambda, sonra 2,5 lambda və s. şəklində olacaq. Biz buna deyirik, nə deyirik? Deməli, əks faza. Onda gəlin dediklərimizi, bilirəm ki, dedim, heç nə başa düşmədiniz. Gəlin dediklərimizi qrafik üzərində göstərək. Məsəl üçün, X, R qrafiki. Burası 0'da. Nöqtələri fərqli rəngdə göstərirəm ki, daha aydın olsun. 1, 2, 3, 4'ü burada qeyd eləyək. 5, 6, 7 və 8. Deməli, burada dalğa uzunluğumuz hara olur? Lambda hara olur? Dedik ki, iki qabarıq və yaxud da ki, iki çökük arasındakı məsafə. Bax, buradan buracaq. Buradan buracaq biz demişik lambda. Və yaxud da ki, aşağıdan da göstərə bilərəm. Bax, burada. Burada bizə verir nəyi? Lambdanı. İndi gəlin burada qeyd eləyək eyni fazalı və əks fazalıları. Eyni fazalılara yuxarıda baxın yazmışıq. Lambda, 2 lambda, 3 lambda və s. Gəlin onda baxaq ki, hansı nöqtələr arasında olacaq. Deməli, 1, 5. Gördüyünüz kimi, baxın, 1, 5. Sonra hansıları qeyd edə bilərik? Məsəl üçün, 3, 7. Sonra, məsəl üçün, 0'ı qeyd edirəmsə, 2 lambda olması üçün. 0, 4. Baxın, oldu 2 lambda. Bu da eyni fazalıdır. Sonra 4 qeyd edirəmsə, 4, 8. Ümid edirəm ki, sonuncunu da özünüzdədir ürəyinizdə. 3 lambda olması üçün 0, 8. Bunlar oldu nə? Eyni fazalılar. İndi gəlin əks fazalılara baxaq. Əks faza demişik ki, baxın, bu düstur ödənsin. 0,5, 1,5, 2,5. Yəni ki, burada tam olmasın. Deməli, məsəl üçün, 1 götürürəmsə, 1 olacaq 3. Baxın, buradan buracaq. Düzdürmü? Yazıram. 1, 3. Sonra 3 götürürəmsə, 3-dən haracan? 5-əcəm. Bunlar oldu 0,5. Sonra 5 götürürəmsə, 5-dən 7-yə. Sonra bunlar oldu 0,5. İndi məsəl üçün keçirəm 1-ə. 1 götürürəmsə, 1, 7.
Sonra neçəni göstərə bilərik? 0 götürürəmsə 0, 2. Sonra 2, 4. 4, 6. 0, 6. Sonra məsələn 2-dən başlayıramsa 2, 2, 8. Bax, bunlar hamısı oldu, nə? Əks fazalar. İstəsəz skrinlə götürə bilərsiniz bunu. Sonra eyni fazda rəqs edən iki ən yaxın nöqtə arasındakı məsafəyə nə demişik? Dalğa uzunluğu. Bir də deyirəm, eyni fazda rəqs edən iki ən yaxın nöqtə arasındakı məsafəyə dalğa uzunluğu demişik. Əks fazda rəqs edən iki ən yaxın nöqtə arasındakı məsafəyə isə dalğa uzunluğunun yarısı demişik. Deməli olur, lambda bölünsün 2. Sonra ümumiyyətlə dalğa uzunluğu ilə bəzən periodu gəlin necə müəyyən edirik. Deməli, bura bir XL qrafiki deyim. Bir də buradan bir XT qrafiki çəkim. Dalğanın zərrəciklərinin koordinatı, yəni yerdəyişmə qrafikində bir tam rəqsə uyğun məsafəni biz dalğa uzunluğu demişik. Bax, bu XL qrafikində. Bir tam rəqsə uyğun məsafəyə dalğa uzunluğu demişik. Mexaniki rəqslərdə isə, yəni ki, koordinat zaman qrafikində isə bir tam rəqsə biz nə demişik? Period demişik. Məsəl üçün, gəlin göstərək. Tutaq ki, nə edirdik? Burada 4 dənə sayırdıq. Deməli, 1, 2, 3, 4. Və yaxud da deməli, 1, 2, 3, 4, daha doğrusu bura. Deməli, bura biz dedik ki, X, R qrafikində, yəni koordinat yerdəyişmə R qrafikində buna deyirik lambda. Onda bu nöqtə bizə verəcək lambdanı. Digər bir qrafik XT qrafikini çəkirəm. Məsəl üçün, burada isə deməli, 1, 2, 3, 4. Bax, buna nə deyirik biz? Deyirik ki, burada bizdə 2, 3, 4 period adlanır. Bax, bunları bir-birindən qarışdırmayın. XR olarsa, bu yazın burada. XR olarsa bizə verir lambdanı. XT olarsa bizə verir periodu. Bu da belə. İndi gəlin danışaq səs dalğalarından. Səs dalğaları nədir? Səs dalğaları mexaniki dalğaların əsas mühüm növlərindən biridir. Deməli, nədən danışırdıq? Səs dalğalarından danışırdıq. Səs dalğaları nə idi? Mexaniki dalğanın əsas mühüm növlərindən biridir. Səs dalğaları buna və yaxud da ki, sadəcə səs deyirik. Bunlar elastik mühitdə, səs dalğası rəqslərin elastik mühitdə yayılması hadisəsidir. Elastik mühitdə yayılan və səs duyğusu yaradan mexaniki rəqslərə biz deyirik səs dalğası. Mexaniki dalğalara deyirik səs dalğası. Ümumiyyətlə, insan qulağı hər zaman 16 Hz ilə 200.000 Hz arası səsləri qəbul edə bilir. Biz bu dalğaları eşidilə bilən səs dalğaları deyirik. Bax, bu tezliklər arasında olan səs dalğalarını eşidilə bilən səs dalğaları deyirik. Ümumiyyətlə, biz eşitmə orqanı və səs vasitəsilə ətraf aləmdən müxtəlif məlumatlar alırıq. Bunun sayəsində nə olur? İnsanın nitqi formalaşır. Ona görə də səsin araşdırılması elm sahələrində ən mühüm mövzulardan biridir. Səs öyrənən bölməyə deyirik akustika. Deməli, dedik ki, səs dalğası insanın deməli qulağının eşidə biləcəyi tezliklər bunlardır. Eşidə bildiyi səslər. Yalnız bu arası səsləri eşidə bilir. Deməli, səs dalğaları, insan qulağının eşidə bildiyi səslər olur iki cür. Ultra və infrasəs. Görək ultra nədir? Ultra latınca yaxın deməkdir. Bu tezliyi 20.000 Hz-dən
yüksək olan səs dalğalarıdır. Infra isə aşağı. Bu da tezliyi 16 Hz-dən kiçik olan səs dalğalarıdır. Bu qaydalar PDF-də var. Yox. Var. Bunlar əlavə məlumat kimi verirəm sizə, yəni dərsimizə uyğundur da ona görə. Deməli, səs dalğalarının xarakteriz edən 2 anlayış var. Bunlar hansılardır? Səsləri yoxlayın. Səsin gürlüğü, digəri isə səsin tonu. Səsin gürlüğü nədir? Səsin gürlüğü rəqsin amplitudu ilə, yəni XM-dən düz asılıdır. Vahidi desibeldir. Deməli, bu. Elə işarə olunur. Səsin tonu, yüksəkliyi və ucalığı isə səsin tonuna, biz həmçinin səsin yüksəkliyi, səsin ucalığı da deyirik. Bu isə rəqsin tezliyi ilə, nü ilə, bir də omega ilə deməli düz asılıdır. Məsəl üçün, sizə bu formada necə sual verə bilər? Məsələn, bu sizə nə kimi lazım ola bilər? İndi bunu sizə deyəcəm. Məsəl üçün, sizə deyir ki, ən aşağı tonlu səs dalğasını göstər. Ən aşağı tonlu səs dalğasını göstər. Dedik ki, səsin tonu tezliklə düz asılıdır. Hardasa qeyd elədik. Bəli, səsin tonu tezliklə düz asılıdır. Onda gəlin, məsəl üçün, variantları qeyd edirəm. A-ya yazıram ki, x bərabərdir. Bilirsiniz ki, tənbihlərimiz bu formada olur. 2 sinus 150 pt. B-də verir bizə x bərabərdir 0,5 sinus 200 pt. Sonra C-də verir bizə x bərabərdir 1,5 sinus 400 pt. D-də verir x bərabərdir 5 sinus 100 pt. Bir də Y-də verir sizə x bərabərdir 4 sinus 500 pt. Bu bilirsiniz ki, qarşıda yazılanlar, 2D, 0,5, 1,5, 5, 4 bunlar x-in maksimum qiymətləridir. Amma P-nin qarşısında yazılanlar isə deməli nəyin qiymətidir? Omeqanın. Biz də bayaq dedik ki, omega ilə nü ilə səsin tonu düz asılıdır. Bunu dedikmi? Onda biz yalnız bu hissəyə baxırıq. Məsəl üçün, burada rəngini dəyişin. 150, 200, 400, 100, 500. Deməli, ən aşağı olanı seçirik. Ən aşağı olan hansıdır? Təbii ki, 100-dür. Deməli, ona görə doğru cavab olacaq D variantı. Yəni, burada dedim sizə, bildim ki, sizə biraz çətin gəlir ki, bu nə deməkdir? Yəni, başa düşmədiniz də bunu. Amma misal üzərində başa saldım ki, nü ilə omega ilə düz asılıdır və bu formada sizə tənliklər verəcək. Deyəcək ki, ən kiçik səs tonu hansındadır və siz omeganın deməli qiymətinə baxırsınız. Sonra növbəti gəlir əks-səda hadisəsi. Əks-səda nədir? Səs dalğasının mühüm xassələrindən biridir. Burada səs dalğası onun qarşısına çıxan maneələr səbəbindən geri qayıdır. Və yaxud da ki, bunu biz necə deyirik? Səs dalğası deməli öz qarşısında çıxan maneəyə rast gələrək oradan əks edərək geri qayıtma hadisəsidir. Məsəl üçün, dağda bir insan bərkdən öz yoldaşını səsləyəndə, dostunu səsləyəndə, onun səsi özünə belə biz ona echo deyirik də, yəni əks-səda verir. Yəni bax bu deməli orada maneələr rast gəlir onun səsinə. Ona görə yəni əks-səda kimi gəlir. Sonra səs lokasiyası var. Əks-sədada sizə nə sual verə bilər? Yalnız sualı ola bilər ki, əks-səda nədir? Əks-səda sizə deyirsiniz ki, səs dalğasının mühüm xassələrindən biridir və insan səsinin tələffüzü zamanı, yəni qarşısına çıxan maneələrə görə səsin geri qayıtmasıdır. Yəni bunu bu formada sizə sual verə bilər. Yəni başqa burada düstur falan heç bir şey yox. Sonra gəlir səs lokasiyası.
Bu səs dalğaları vasitəsilə obyektlərin yerini müəyyən etməsi üsuludur. Bu daha çox dənizdə baş verir. Bu deməli exolot adlanan cihazla ölçülür. Buna biz əks-səda lokasiyası deyirik. Bu zaman deməli S bərabərdir bu VT düsturundan təyin olunur. Buradan S-i taparıqsa S bərabərdir VT bölünsün 2. Buradakı S nədir? Niyə biz bunu 2S götürürük? Niyə 2-yə vurduq? Çünki buradakı S obyektə qədər olan məsafədir. Yəni gedib qayıtmasıdır. Ona görə burada 2-yə vuruldu. Burada V bildiyiniz kimi sürətdir, T isə səsin gedib gəlmə müddətidir. Sonra gəlir seysmik dalğalar. Seysmik dalğalar nədir? Seysmik dalğalar zəlzələ nəticəsində yerdə yaranan deməli seysmik dalğalardır. Yer qabığında yaranan seysmik dalğalar zamanı rəqsin amplitudu, rəqsin tezliyi, rəqsin uzunluğu seysmoqraf adlanan, yazın bura, biraz coğrafiyaya oxşuyur bu hissəsi. Seysmoqraf adlanan cihazla təyin olunur. Ümumiyyətlə, müasir telefonlarda bu seysmoqraf funksiyası aktivləşib. Yəni, nəsə belə Gmail ilə bağlanır, zəlzələ olacağını əvvəlcədən bildiriş kimi göndərir ki, məsələn, filan gücdə zəlzələ baş verəcək. Yəni, müasir telefonlarda demək olar ki, yəni çoxunda bu funksiya hamısında var, amma bəzilərində aktivdir, bəzilərində aktiv deyil. Sonra seysmik dalğalar zəlzələ mənbəyindən başlayaraq 3 formada yayılır. Bunlar hansılardır? P tipdir, S tipdir, bir də L tipdir. P tip dalğalar onlardır ki, bunlar uzunna dalğalardır, P tipə. Uzunna dalğalardır. Yer təbəqəsində sıxlaşma və seyrəkləşmə formasında yaranır. S tip dalğalar isə enine dalğalardır. Bunlar isə yer təbəqəsinin rəqsinə perpendikulyar istiqamətdə yayılır. Bayaq biz danışanda dalğaları demişdik ki, seyrəkləşmə, sıxlaşma, bu uzunluğa dalğalar idi. Enine dalğalar isə perpendikulyar istiqamətdə yayılan dalğalar idi. Bunları qeyd eləmişdik. L tip dalğaları isə həm eninədir, həm də uzunluğa. Burada ikisi də var. Lakin bu yer səthi boyunca yayılmaqla zəlzələnin dağıdıcı fəlakətinə təsir edir. Yəni, bu L tip olanda, L tip dalğalar olanda, yəni zəlzələ hadisəsi baş verir. Yəni, ən qorxulu, ən fəlakətli dalğalar bax, bu L tip dalğalardır.